Salam, kanalıma yenidən xoş gəlmişsiniz. Biz bugün gedirik son zəngə. Son zəngə getmək adəti bir spekdir məndə nə üçündür? Çünki mənim çox son zəngim olmuyor. Bir stent düzəldirlər, sular qoyurlar. Əvvəllər yox idi, təzədir deyəsən. Satırlar, onu yoxsa hava verirlər bu dəqiqə. Baxın, məhz mən də orada dayanırdım. Həmişə hər il aparıcılıq edirdim. Çox qəribə, nostaljik hisslərdir. Artıq başlayır siniflər bir-bir çıxmağa. Bax, bu anları mən də yaşamaq istəyirdim. Hava alınmayıb. Burada yenə həmişə kimi insanlar gəlib qarşıya keçməyə çalışır. Ən arxadan tipik hərəkətlər, nəysə fikir verməyək. Məncə ən mükəmməl izləyənlər bunlar idilər. VIP idilər sanki. Məktəbin özündə işləyən insanlar idi. Ona görə də rahat şəkildə yuxarıdan baxırdılar. İstinin altında yanmırdılar. Bəxtəvərlər. Baxmayaraq ki, artıq yarısına gəlib çatmışdıq, amma yenə də insanlar hələ də yerləşməyə danışırlar. Mən görürəm, mən görmürəm, o görür, bu görmür. Gəlin baxın, eşidin səsini. Mən görürəm. Qabaqda iki dənə qadın dayanmışdı. Mən ən çox təsir edən bunların ikisində böyük, ağlı başında olan, yəni qadınlar olmağıdır. Uşaq olsa, yeniyetmə olsa deyərəm ki, hələ ki beyində inkişaf gedir, nəsə irəliləyiş ola bilər. Amma yekə artıq valideyni idilərmi, nə idilər? Valideyn deyirlərmi? İki dənə qadın idi. Bura sanki nəyə gəlmişdilər? Bunlar bura bilmirəm, ələ salmağa mı gəlmişdilər milləti? Mən eşitdiklərimin sözün əsl mənasını biabır. Yəni eşitdiklərimi necə deyim, onların yerinə mən utandım. Sən bilmirəm, valideyn idin, sənin də uşağın ordadır, ya nədir? Bunu özününkünü də düşün, kimsə sənkinə eləsə xoşuna gələrmi? Başdan axıra qədər, çıxdı məsələn 11A məsəl üçün rəqs edir. Bu qızlar kökdüləri, yox buna bax, bu nə paltardı giyinib bu, vay, yəni elə şeylə danışır ki, birincisi siz öz yaşınızda olan insanlarla məncə heç olmasa, öz yaşında olduğu insanlara belə alçaldıcı deməyim, yəni qınamaq düzgün deyil. Hərənin bir zövqü var, bu bunu giyinib, bu belə bir şey deyib. Hər zövq ola bilər, onun zövqlə razılaşmaya bilərsin. Amma da yəni belə özünü yuxarıdan tutub cəmaatı əzmək, özlərinə baxdım, yəni özləri də bir şey deyirlər. Deyim ki, fashion ikonlar zadıydılar burada, cəmaatı bəyənmirdi. Adi bildiyin normal insan idilər. Bu qızlar niyə kökdür belə? Vay, bunlar kökdürlər, arıq. Bunlar incədirlər biraz. O bir iki dənə qız var idi, orada oynayanların deyirlər də. Bunlar biraz incədir. O birisi deyir ki, yox, bu da çox arıqdır. Bir ki, başa düşmədim. Yəni siz bura gəlmisiniz, normal adam bu kimi oturun, baxın. Yox, cəmaatı ələ salmağa, nə bilim alçaltmağa gəlmişsinizsə, yekə insan olaraq, qadın olaraq uşaqlara belə şeylər danışırsınız. Ondan danışdılar, sonra nə bilim, hər şeyə da yəni qarışdılar da. Bunlar niyə belə eləyirlər? Sonra kimsə aparıcı nəsə danışır, mikrofonu tutub, mikrofon işləmirdi, mikrofonu dəyişdilər də. Aparıcı götürüb mikrofonu isə belədir ki, işləmirdi də, başa necə? Buna qarşı ki, oyda, qıza bax görməyir, seviyorca buradan görünür də. Dəhşət. Belə hərəkətdə sən bu sevgiyə layiq deyilsən, burada nə işin var? Əgər buradasınızsa, deməli sən də bunların bir növüsən də yəni. Ortada bir şey yox idi, özlərinə nələrsə çıxardıb. Qızına birine deyirlər ki, bu niyə üzünə heç şey çəkməyib? Bu sonuncu günü nəsə eləyər də. Tam da zövq yoxdur ki. Deyir ki, qızın biri makyaj az çəkmiş, qulağına ikinci dəfə o birisi deyir amma. Birisi qızın səhv makyaj az deyir ki, bu niyə üzünə çəkməyib peçinəyə? Bir də olmaz da yəni falan filan. Deyir ki, nə kötü görünürlər belə. Sonra bunu
ağlayıb qara sərdilər. 11 siniflərdən danışıram, yəni bu çıxıb oynayanlardan. Onlar da özləri şən-şən oynayırlar. Heç ağlar gəlmir ki, belə insanlar bunlara oturub nələrsə eləyirlər. Sonra bir gəldi, onun qızında dediyi kimi makyajı var idi bunun. Bunların istədiyi makyajdan var idi. İndi ona dedilər. Bu da arvad makyajı eləyib. Dəhşət. Çəkənə deyirlər çək, yaxşı çəkməyir. Yəni orada normal bir şey, onların ağzından gözəl bir ifadə mən eşitmədim ki, ay necə gözəl, ay nə qəşəng, ay yəni heç nə yox. Bir əlində gül buketi tutub, ay da bu nə gül buketi də alıblar. Bir böyük buket alıb, nə olmuşdu elə bir göstəriş üçün böyük buket alıblar. Bir an onu anladım ki, həqiqətən də özünü apara bilmək qabiliyyətli bir şey var. Bu yaşdan asılı olan bir şey deyil. Onlardan qat-qat balaca, yəni uşaqları yaşında bir insan ola bilər. Şəxsən mən, yəni uşaqları, qızları yaşında olardım. Mən yəni bir növ nə elədim, o anamla müqayisə edirəm. Baxdım ki, mənim anam elə bir insan deyil. Və mən onlardan görə, yəni qızlar yaşında ola bilər, mən belə elə bir insan deyiləm ki, durub hamını burada ələ salım, hər şeyə şey eləyim. Yəni bir var ki, nəsə baş versin, hə, bir nəsə hamı da var. Nəysə deyirsən, gülürsən, okey, gülməli bir şey. Bir də var ki, yerli-yersiz oturmuşsan, elə bir dayanmışsan. Bunlar jüri heyəti idi. Bunların qarşısında adamlar çıxıb, bunlar podiumda bunları qiymətləndirirlər, ağızlarına gələn danışırlar. Mən sizə bunları çox yüngül tərzdə danışdım ki, bir daha onu anladım ki, doğrudan da hər tip insanlar var. Burada da ümumi bütün siniflər yallı getdilər. Məncə çox qəşəng almışdı. Orada gedənə də qorxuza belə içinə. Zəng vuran uşaqları belə ələ saldılar da. Yəni söz tapmıram. Nəysə, şərh sizə qalsın. Gəldim, çıxdım evə və çox yorğun bir vəziyyətdəyəm. Bilin, inarsız o qədər hava dəhşətli, isti və pis vəziyyətdə idi ki, özləri belə zəngi tez vururlar. Dedilər ki, daha bəsdir. Son zəng bitdi. Mən onu demək istəyirəm ki, orada çox danışamırdım. Üstdən səs qoyacağam bəzi videolara. Birincisi, mənim son zəngim olmayıb. Nəyə görə? Çünki biz karantin dövrünə düşmüşdük və mən həmişə təsəvvür edirəm ki, 6-cı sinifdənmi, 5-ci sinifdənmi dəqiq xatırlamıram. Son zəngləri aparıcı olmuşam hər il, təsəvvür edin. Onun üçün orada son zəngi sözlərini əzbər bilirdim. Onlar da heç vaxt mətni dəyişmirlər. Dayanın, çalmayın son zəngi falan filan. Bütün şeyləri əzbər bilirdim ona görə də. Mən son zəngin aparıcısı olmuşam və həmişə o prosesdə olmuşam, görmüşəm. Mənə də maraq gəldi ki, ayda mən də böyüyəndə, 11 sinifdə olanda mən də gələcəm, belə keçəcəm. Hətta bizim sinif rəhbərimiz var idi, həm də zavçı deyirdi ki, sən özün hətta öz son zəngində belə aparıcı olarsan ki, maraqlı bir şey olar. Yəni bura qədər gəlmirsən, 11-də də olarsan. Mən də elə həmişə fikirləşdim ki, olmayacağam, çünki qoy mən də o həzzi yaşayım da, yəni şarlarla, gül buketlərlə bəzənmək falan çıxmaq, rəqslər eləmək maraqlı bir şey olsun. O da ki olmadı. Amma onun əvəzində nə var? Sabah bizim universitetinin veçeri var. Növbəti videolar üçün mütləq kanalımı izləməyi unutmayın. Belə kadr arxası çəkilişlər üçün Instagram və TikTok-u izləməyi unutmayın. TikTok-da, Instagramda izləyin zəhmət olmasa. Amma sabah da dəhşət dərəcədə çoxlu işlərim var. İndi bunu qutarandan sonra növbəti ikinci videoya başlayacağım. O artıq universitetin veçerinə hazırlıq vlogu olacaq.
Ondan sonra da başqa bir videomuz olacaq. Sabah da universitetin veçerli günü. Abunə olun ki və zəng səsini açıq qoyun ki, bunlarda xəbəriniz olsun. Mən hamısını yerləşdirəcəm. Qabaqda çox maraqlı videolarımız olacaq. Bundan əlavə olaraq nə deyəcəydim? Bizim hətta bir dənə gülməli şey danışım. Bizim dediyim kimi sinif rəhbərimiz həm də zavçı idi. Nəysə, bu niyə deyirəm? Yəni ki, bizim sinifimiz belə şey sinif sayılır da biraz qəşəng. Biz 5-ci sinifdə oxuyurduq. 4-cü sinfi, yəni bu da bir son zəng ayt, maraqlı bir şey danışmağıma gəldi. 4-cü sinifdə təzə qurtarmış, təzəvvür ki, balacaqda, yəni 5-ci sinifdə oxuyuruq. Müəllim də gəlib bizə dərs keçir falan, deyir ki, hə, sizdə olacaq 11-ci sinif, indi siz mənim sinifimsiniz, siz də 11-ci sinifə gəlib çatacaqsınız. Son zənginizi çox möhtəşəm keçirdəcəm falan. Çox yaxşı adam idi oradan da. Amma belə maraqlı, belə düşüncələri var idi. Deyirdi ki, sizin son zənginiz biz balacaqda inanırıq ki, ola bilər belə bir şey. Deyir ki, sizin son zənginiz bir ekskluziv bir son zəng olacaq. Təsəvvür 5-ci sinifdə oxuyuruq, yaşayır ki, hə, 11-ci sinifdə bizim başımıza belə şeylər gələcək. Dedi ki, sizin son zənginiz ekskluziv bir şəkildə olacaq ki, heç vaxt bu vaxta qədər heç bir yerdə belə son zəng keçirməyib, bu məktəbdə belə son zəng keçirməyib. Necə olacağını deyirəm, xahiş edirəm gülməyin. 3, 2, 1 deyirəm. Deyirdi ki, sizin son zəngimizdə siz vertolyotla gəlib düşəcəksiniz. Helikopter, helikopter. Biraz ciddiləşim, çox işim var. Həqiqətən gedib işlərimi görməliyəm. Bu videoda hələ editib atmalıyam. Necə kimi yalancı insan olmadığım üçün mütləq bu videonu bugün yükləməliyəm. Hə, deyir ki, siz vertolyotla gəlib düşəcəksiniz. Yəni deyir ki, biz bir unikallıq eləyəcəyik, bir sinif olaraq bir dünyada bəncə ilk eləyəcəyik, Azərbaycanda da yox. Vertolyotla gələcəkdik. Vertolyotla biz də uşağıq. Yəni deyirik ki, okey də. Mənim niyə bizə belə bir şey demişdi, onu bilmirəm. Bizə mırtdaşırmış. Biz də o qədər həvəslənmişdik ki, təsəvvür dərsdən çıxmışıq, hamımız getmişik, mamalarımızı cumuruq ki, bir səfər bizim son zəngimiz necə olacağı, 5 ilin söhbətini eləyirik, 6 ilin hətta. Hə, ki biz vertolyotla gəlib düşəcəyik. Yəni uşaq olaq da mamalarımız vermişdi. Hə. Yəni bilirlər ki, bir şey olanmaz. Bizə də bir bax ki, düşünməmişik ki, vertolyot nətər harda dayanacaq, necə gələcək. Məntiq yoxdur da yəni burada. Nətər gəlib vertolyotu biz necə biz kirayə eləyəcəyik, hansı pulla. Ondan sonra başmadım. Yəni biz burada çəkirik. Nə belə multi-billionaire life zad belə şey deyirik. O pulu hardan tapacaqdıq bu bir. İkincisi o icazəni hardan alacaqdıq. O üçüncüsü o vertolyot gəlib harda dayanacaqdı. Məktəbin həyətində bütün hər yer uçulardı ki. Nəysə, növbəti videolarda görüşmək ümidi ilə kanalıma abunə olmağı unutmayın. İşlərim bu ara qarışıqlıqdır. Növbəti videoda danışacağım başıma gələnlər barədə. Ona görə də izləməyi unutmayın. Hamınızı çox sevirəm. Əgər son zənginiz isə hamınızı təbrik edirəm. İnşallah ki, istədiyiniz kimi gözəl yerlərə daxil olarsınız. Universitet həyatınız da gözəl keçər. Hamınıza təbriklər bir sözlə. Sağ olun, salamat qalın. Hamınızı çox sevirəm. Videonu izlədiyiniz üçün təşəkkürlər.